Yəni bizimkilər yekəxanalıq var, yoxsa nədir? Bəli, konkretləşdirsək, amma hamısında yox. Bəzilərində. Kameradan qaçırlar. Və ya bəlkə kamera fobiyası var. Amma Ceyhun Danışıq qabiliyyətləri yaxşı deyil, Amma güvənmirlər. Udanda söhbət gedir. Yox, hansı ki, amma xarici mediaya cavab verirlər, o da var. Fərqləndikləri oyunlarda olur, onlar çox rahatlıqla çıxıb danışırlar. Başa düşdüm. Yəni bu məsələn çox qıcıqlandırır da məni. Niyə axı? Məncə Azərbaycanlı futbolçular birbaşa öz gələcəklərini düşünmürlər. Yəni sadəcə oyun bitdi və salam mənim işim gücüm qurtardı. Legioner futbolçu fikirləşir ki, mən bu gün buna oyun bitdi, öz performansım barədə danışım, özümün biraz PR-ını aparım, xarici ölkədəyəm, danışım, özümü gündəmdə saxlayım. Gələcəkdə başqa bir yerə gedəcəm. O zaman orada da yəni açıb baxacaqlar ki, mən nə danışmışam, mən necə bir futbolçuyam. Amma Azərbaycanlı futbolçu barədə elə bir yaxşı bir futbolçu ola bilər ki, onun barəsində bir mediada xəbər tapmaq olmur. Eləsi də var, məsələn, xarakteridir. Misal üçün mən keçən dəfə dedim ki, millinin oyununda heç yaxınlaşmadım, düzdür. Məsələn, Rəhim Sadova müraciət eləmişdim. Adam sadəcə də mən müsahibə vermək istəmirəm. O elədir, soyuq adamdır, o danışmır. Yaxud da Zaur Tağızadə. Zaur Tağızadə müsahibə vermir. Heç vaxt müsahibə vermir adam. Bizim hətta həmkarlarımız arasında elə dostlarımız var ki, deyir mən ən böyük arzum Zaur Tağızadədə müsahibə almaqdır. Yəni elələri var ki, məsələn indi Rəhim Sadov bizim nəslə o düşür. Rəhim Sadov, məsələn mən hörmətlə yanaşıram. Adam danışmaq istəmir. Nəsə bu mövzunu çox uzatmaq istəmirəm, amma biri var xarakteridir. Hörmətlə yanaşırsan ki, bu onun xarakteridir. Biri də var ki, o davranışda aqressiv bir meyl görəndə istər-istəməz jurnalist olaraq o səni də qıcıqlandırır. Jurnalist bir tərəfi insan olaraq. Azarkeşlərə münasibətdə də bunu. Məsələn, biz danışdıq Emin Mahmudov necə nəzakətlə rəftar edir azarkeşlərlə. Yəni bu çox vaxtını almır da, sən 10 dəqiqə görürsən, 15 dəqiqə görürsən maksimum. Məncə yola vermək olar.